Hər vaxtınız xeyir olsun uşaqlar. Bugün biz sizinlə 8-ci sinif fizika kitabından ağırlıq mərkəzi və tarazlıq mövzusunu öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxacağıq. Amma dərsə keçməmişdən qabaq hər zaman dediyimiz kimi uşaqlar öz gələcəyinizin mimarı məhz siz özünüzsünüz. Bu gələcəyi necə inşa etmək sizin əlinizdədir uşaqlar. Odur ki, gələcəyi gözəl inşa etmək üçün başlayağın dərsimizə. Birinci tapşırığa keçək. Birinci tapşırıqda soruşur ki, hansı halda taxtadan hazırlanmış konunuz dayanıqlı, dayanıqsız və fərqsiz tarazlıqdadır? Cavabınızı izah edin. A variantına baxaq. A variantında fikir versək, bu cisim dayanıqlıdır. Niyə? Çünki onun ağırlıq mərkəzi dayaq səthinin daxilindədir və biraz yer dəyişmək olduqda o yenidən əvvəlki vəziyyətinə qayıdır. Baxın, məsələn, mən konusu uc hissəsindən tutub biraz yer dəyişmə etmək istəsəm, yəni uc hissəsindən biraz qüvvə tətbiq etsəm, bu konus yenidən öz əvvəlki vəziyyətinə qayıtmış olacaq. Yəni, az qədər yer dəyişmə etdikdə konus əvvəlki vəziyyətinə qayıdırsa, bu dayanıqlı tarazlıqdır. Amma bu şəkildə də demək olar ki, baxın, bu konusun ağırlıq mərkəzi səthə yaxındır. Səthə yaxın yerləşdiyinə görə təqribən bu hissədə yerləşir. Ona görə bu cisim daha dayanıqlı vəziyyətdədir. Ona görə A variantına deyirik dayanıqlı. B variantını izah edək. B variantında fikir versəniz uşaqlar, mən əgər konusu az qədər qüvvə tətbiq etməklə yer dəyişmə etsəm, bu konus aşacaq və bir daha əvvəlki vəziyyətinə qayıtmayacaq. Mən yəni bu konusa az qədər qüvvə tətbiq etsəm, konus əvvəlki vəziyyətinə qayıda bilmirsə, bu dayanıqsız tarazlıq vəziyyətindədir. Yenə də buna yazaq, dayanıqsız. Və həm də diqqət etsəz uşaqlar, bu konusun ağırlıq mərkəzi harda yerləşir? Baxın, burada yerləşir, düzdür? Ağırlıq mərkəzi səthdən çox yuxarıda, yəni səth buradadır, düzdür? Səthdən çox yuxarıda yerləşdiyinə görə mən bu konusa az qədər qüvvə tətbiq etməyimlə bu konus aşacaq və əvvəlki vəziyyətinə qayıtmayacaq. Ona görə dayanıqsızdır. Və buna fikir versəz, bu konusun ağırlıq mərkəzi bax burada yerləşir. Bundan əlavə, mən bu konusa əlavə qüvvələr təsir etdikdə belə, bu konus yenə də öz vəziyyətində qalır. Yalnız fırlanma hərəkət edəcək bu konus. Ona görə də ağırlıq mərkəzi dəyişmədiyi üçün bu fərqsiz tarazlıq halındadır. Fərqsiz. İndi keçək uşaqlar ikinci tapşırığa. İkinci tapşırıqda deyir ki, şəkildə tirdən istifadə edərək ağır cismi qaldırmış şagird təsvir olunub. Tirin kütləsi 10 kiloqram, cismin kütləsi isə 20 kiloqramdır. Tirin uzunluğu 10 metr, şagirdin tətbiq etdiyi qüvvə qolu 6 metr. Cismə təsir edən ağırlıq qüvvəsinin qolu isə 1,7 metrdir. Baxın uşaqlar, bütün bu verilənlər sizə biraz qarışıq görünə bilər, amma narahat olmayın. İndi hər birini qeyd etdikdə aydın olacaq sizə. A variantına baxağın. A variantında deyir ki, qüvvə diaqramı çəkərək tirə təsir edən qüvvələri göstər. Əvvəlcə şagird nə edib? Tirə hansısa bir F qüvvəsi ilə təsir edib. Buna yazacaq F. Eyni zamanda cismin kütləsi nə qədərdir? 20 kiloqram. Yazaq bura 20 kiloqram. Bu 20 kiloqramlıq cisim F bərabərdir 200 Newton qüvvə ilə bu tiri aşağıya doğru çəkir. Eyni zamanda uşaqlar fikir verin burada, tirin kütləsi məlum olduğuna görə, yəni tirin hər hansısa bir kütləsi olduğuna görə ümumi uzunluğu 10 metr olan bu tir tən ortasından, yəni bu tirin uzunluğu 10 metr deyil, tən ortası, yəni yarısı, baxın, yəni təqribən buradan ağırlıq qüvvəsi tətbiq olunur. Yəni ağırlıq mərkəzi var. Bu tirin ağırlıq mərkəzi bax bura düşür. Tirin kütləsi də 10 kiloqram olduğuna görə, yəni bu ağırlıq mərkəzindən F bərabərdir 100 Newton qüvvə təsir edir. Yəni, göstərim mən onu sizin üçün. Deməli, dedik ki, ağırlıq mərkəzi təqribən bura düşür. Tirin də kütləsi 10 kiloqram olduğuna görə F bərabərdir. Onu ona vuranda 100 edir. 100 Newton qüvvə təsir etmiş olacaq. Belə, daha sonra bu tir dirəyin üzərində dayandığına görə
Bu dirək də bu cismə, yəni tirə bir reaksiya qüvvəsi göstərir ki, buna da bəzi kitablarda R də yazırlar, heç bir fərqi yoxdur. R reaksiya qüvvəsi deyək. Belə, yəni bütün bu qüvvə diaqramlarını göstərmiş olduq. İndi deyir ki, B variantında tiri tarazlıqda saxlamaq üçün şagirdin tətbiq etdiyi F qüvvəsinin qiymətini hesablayın. İndi mən buradan R-i sileyim, çünki mənə hələ ki bu lazım deyil, qarışmasın. Amma digərlərini indi sizə göstərəcəm, diqqətlə baxalım. Şagirdin tətbiq etdiyi qüvvənin qolu 6 metrdir. Qüvvə qolu hər zaman hardan götürür? Dayaqdan qüvvəyə qədər olan məsafə. Dayaq indi buradadır, düzdür. Bu dayaqdan cisim, yəni tətbiq olunan qüvvə şagird tərəfindən deyil. Demək ki, qüvvə qolu bax budur. 6 metr bunu götürəcək. İndi qeyd edim onu. Şagirdin tətbiq etdiyi qüvvənin qolu 6 metrdir. Bax, buna yazacağım 6 metr. Daha sonra cismə təsir edən ağırlıq qüvvəsinin qolu isə 1,7-dir. Bayaqları mən demədim, ağırlıq qüvvəsi 100 newtondur. Demək ki, bu ağırlıq qüvvəsinin qolu da yenə dayağa qədər olan məsafə, bax, buradan bura qədərdir. Buna da deyəcəm 1,7. İndi buradan yazmaq istəmədim, amma yazıram. Xırda da olsa 1,7 metr. Belə. Amma uşaqlar, burada fikir versəniz, bu cismin qolunun uzunluğu verilməyib. Yəni, buradan bura qədər olan məsafə verilməyib. Amma biz onu tapa bilərik. Necə tapa bilərik sizcə? Bəli, baxın, bu tirin ümumi uzunluğu 10 metr deyil. Buradan bura qədər olan məsafə 6-dırsa, demək ki, buradan bura qədər olan məsafə də 4 metrdir. İndi yazım onu da. Demək ki, baxın, buradan bura qədər də olan məsafə 4 metr. İndi bütün verilənlər bizə məlumdur. Və keçməliyik artıq momentlər qaydasına. Momentlər qaydası necə idi? M1 bərabər idi M2-yə. Yəni, bu tiri saat əqrəbi istiqamətində hərəkət etdirən qüvvələrin cəmi, saat əqrəbinin əksi istiqamətində hərəkət edən qüvvələrin cəminə bərabər olmalıdır. Saat əqrəbinin əksi istiqamətində fırlanan hansı idi? Baxın, şagirdin tətbiq etdiyi, yadınıza gəlir, bir daha göstərim. Bax, bu şagirdin tətbiq etdiyi də saat əqrəbin əksidir. Bax, bu da saat əqrəbin əksi istiqamətindədir. Ona görə də onu toplayacaq. Ona görə yazacağım F vurulsun. Bunun qüvvə qolu 6 metr idi. 6 üstünə gəlsin. Bax, bu qüvvə də saat əqrəbinin əksi istiqamətindədir. Ona görə də bunu 100 vurulsun. Qüvvə qolumuz isə 1,7-dir. Bərabər olacaq. Amma buradakı cisim isə saat əqrəbi istiqamətində fırladır. Onda nə yazacağım bura? 200 vurulsun. Qüvvəmizin qolu da 4-ə bərabərdir. İndi hər birini yerinə yazsam, F vurulsun 6 plus 100-ü vuranda 1,7 eləyəcək 170. Bərabərdir 800-ə. F vurulsun 6 bərabərdir 800-dən çıxacam 170-i. Bu da edəcək 630. F vurulsun 6 bərabərdir 630-a. F də bərabərdir. Neçə edəcək? 105 Newton. Belə, artıq müəyyənləşdirmiş olduq ki, F-imiz 105 Newtona bərabərdir. Buradan yazaq. Yəni, bu B variantının cavabı olacaq. F bərabərdir 105 Newton. İndi C variantını hesablayaq. C variantında deyir ki, uşaqlar, dayağın reaksiya qüvvəsinin istiqamətini və qiymətini müəyyən edir. Bu verilənləri sileyim, qarışıqlıq yaranmasın. Baxın, burada qeyd edirəm bir daha. Şagirdin tətbiq etdiyi qüvvəni artıq biz tapdıq. F bərabər idi 105-ə. Bu cismin kütləsi 20 kiloqram olduğuna görə qüvvəmiz F bərabərdir 200 Newton olur. Plus da bu tirin öz ağırlıq mərkəzinin qüvvəsi var idi, yadınıza gəlir. F bərabər idi, nə qədər idi? 100 Newton. Belə, reaksiya qüvvəmiz isə bax hansı idi? Reaksiya qüvvəmiz bu idi. N. Bu N reaksiya qüvvəsi yuxarıya doğrudur, düzdür? Əvəzləyici qüvvə kimidir sanki.
Baxın, bu qüvvələrin hər biri aşağıya doğrudur. Amma en reaksiya qüvvəsi isə yuxarıya doğrudur. Yəni, onda belə çıxır ki, reaksiya qüvvəsi aşağı istiqamətində təsir edən bu qüvvələrin cəminə bərabərdir. Onda nə yazacağım? Artıq istiqaməti müəyyənləşdirmişik. Qiyməti müəyyənləşdiririk. N bərabərdir. Aşağıya doğru 101 plus 100 plus da 200. Bu da bərabər olacaq 300, 405. Belə. Tapdıq ki, onda en reaksiya qüvvəmiz 405 Newtondur. Səhv eləmirəmsə, bayaqları biz bunu R-lə işarə eləmişdik. Heç bir fərqi yoxdur. İstəyir N, istəyir R, hər biri ilə qeyd edə bilərsiniz. Narahat olmayın ona görə. Belə, daha sonra yazağın indi uşaqlar. Öyrəndiklərinizi yoxlayın hissəsinə keçdik. Öyrəndiklərinizi yoxlayın hissəsində bizə deyir ki, ağırlıq mərkəzi nəyə deyilir? Biz bilirik ki, cismin ayrı-ayrı hissələrinə təsir edən ağırlıq qüvvələrinin əvəzləyicisinin təsir etdiyi nöqtə ağırlıq mərkəzi adlanır. Artıq bu bizə hamımıza məlumdur. Şəkildə usta niyə tiri üfüqi vəziyyətdə saxlamaq üçün onu əli ilə tutmur? Yəni, baxın, fikir versək bu tirə, usta onu əli ilə tutmur. Amma tir stabil vəziyyətdə onun çiyinlərində qalır. Səbəb nədir? Səbəb ondan ibarət ki, yadınıza gəlir, bir öncəki məsələdə demişdim ki, tirin kütləsi nəzərə alınarsa, baxın, əgər ümumi uzunluğu tutaq ki, 10 metrdirsə, bayaqki məsələdən yazıram ki, daha da sizdə möhkəmlənmiş olsun. Tirin uzunluğu 10 metrdirsə, tən ortasından, yəni 5 metr götürsək, buradan bura qədər də olan məsafə 5 metrdir, buradan bura qədər də olan məsafə 5 metrdir. Yəni, tən ortası ağırlıq mərkəzi ustanın çiyinlərinə düşdüyünə görə, bu əli ilə tutmasa belə, onun çiyinlərində tam şəkildə sərbəst qalmış olacaq. Belə, ya ona görə də əli ilə tutmağa ehtiyac yoxdur. Niyə görə? Çünki ağırlıq mərkəzi ustanın çiyinləri üzərində yerləşmiş olur. Üçüncü sual. Planetlərin ağırlıq mərkəzi harada yerləşir? Cavabınızı əsaslandırın. Planetlər kürə formasında olduğuna görə onların ağırlıq mərkəzi tən ortasında, yəni nüvəsində yerləşir. Məhz bu səbəbdən də simmetrik və bərabər paylanmış kütləyə malik cisimlərin ağırlıq mərkəzləri də tam mərkəzdə yerləşir. Yəni, planetlər ki, tam mərkəzdə yerləşir. Və dördüncü sual, məsələ həllidir. Şəkildəki xəttkeş tarazlıqdadır. 0,3 kiloqramlıq yük onun 0 sm yazılan hissəsində asılıb. Dayağı isə 25 sm qarşılıq gələn hissənin altındadır. Xəttkeşin kütləsini müəyyən edin. Deməli, əvvəlcə biz onu qeyd edək ki, baxın, buradan bura qədər olan məsafə heç hesablanmır da. Çünki buradan bura qədər olan məsafəni də hesablamayıblar. Ona görə sizə bu problem yaranmasın. İndi bizdən xəttkeşin kütləsini istəyirsə, demək ki, biz bu 100 santimetrlik xəttkeşin ağırlıq mərkəzini tapmalıyıq. Yenə də deyirəm, bu əvvəlləri nəzərə almayıblar bunlar. Bu hissələri nəzərə almayıblar. İndi 100 santimetrlik xəttkeşin ağırlıq mərkəzi harada yerləşər? Bəli, tən ortasında, yəni bu 50 santimetr olan hissədə. İndi qeyd edim onu. Baxın burada. Buna yazacağım F. Ağırlıq. İndi 0,3 kiloqramlıq yük var burada. Yəni, M-miz bərabərdir 0,3 kiloqram. Onda belə çıxır ki, F-miz onda burada niyə bərabər olacaq? F bərabərdir 0,3-ü, qeyd edim buradan, F bərabərdir 0,3-ü vuracam 10-a, bu da bərabərdir 3 Newton. 3 Newton. Fikir versəz, bu xəttkeşin qüvvə qolu və yaxud da belə deyək də, bu cismin qüvvə qolu nə qədərdir? Dayağa qədər olan məsafə. Dayağa qədər olan məsafə, fikir verin, nə qədərdir uzunluğu? 25 santimetr. Onda mən bunu qeyd edeyim. Qüvvə qolumuz, qeyd edək burada, 25 santimetr. Burada F 50 santimetrdə yerləşdiyinə görə
Buradan bura qədər olan 25 santimetrdirsə, demək ki, bax, buradan bura qədər də 20, 50-dən də 25 çıxsam, demək ki, bax, bu da 25 santimetrdir. Bu qədər. İndi qeyd edəyin və momentlər qaydasını tətbiq edək. Biz nə demişdik? Momentlər qaydası necə idi? M1 bərabər idi M2-yə. M1-imiz nə qədərdir? Baxın, saat əqrəbin əksi istiqamətində hərəkət edən qüvvə. Qoy onu göstərim. Bu cisim nədir? Cisim bu xəttkeşi saat əqrəbinin əksi istiqamətində hərəkət etdirir. Onda bunu qeyd etsəm, 3 vurulsun. 3 hardan gəldi? Qoy əvvəlcə düstur yazım burada. M1-in yerinə yazacağım. F1 vurulsun D1 bərabərdir. F2 vurulsun D2. F-imiz bax burada 3 deyil. Ona görə 3 yazdım. Vurulsun. Qüvvə qolumuz 25 santıdır. İstəsək, əslində 25 santı kimi də saxlaya bilərik. Çünki ixtisar gedəcək, amma çevirək hər ehtimal. 25 vurulsun 10 üstü mənfi 2 bərabərdir. F2-miz nə qədərdir? Bax, bu ağırlıq qüvvəsi. F ağırlıq vurulsun. Bəs bunun qüvvə qolu nə qədərdir? Bax, bu olan 25 santimetr. 25 vurulsun 10 üstü mənfi 2. Belə. İndi mən bu ixtisarlarımı aparsam, buradan qoy yazım. F ağırlıq bərabərdir. 3 vurulsun 25 vurulsun 10 üstü mənfi 2 bölünsün 25 vurulsun 10 üstü mənfi 2. İndi bunlar gedəcək, burada qalacaq 3. Tapdım ki, F ağırlığımız bərabərdir 3 Newton. İndi, baxın, xəttkeşiyə təsir edən ağırlıq qüvvəsi, yəni öz xəttkeşinin ağırlığı 3 Newtondursa, onda bu xəttkeşin kütləsi nə qədər olacaq? F bərabərdir 3 Newtondursa, F bərabərdir mj-dən, m də bərabərdir F bölünsün j-yə, 3-ü böləcəm ona, 0,3 kiloqram. Məlum oldu ki, bu xəttkeşin də kütləsi 0,3 kiloqramdır. Belə, ümid edirəm ki, hər bir yazılanlar məsələ sizə aydın olmuş oldu. İndi keçəyin 5-ci tapşırığa. 5-ci tapşırıqda deyir ki, cismin dayanıqlı tarazlıq vəziyyətində olduğunu nəyə əsasən müəyyən etmək olar? Uşaqlar, dayanıqlı tarazlıq vəziyyətində olan cisim özü-özünə, yəni ağırlıq qüvvəsinin qüvvə momentinin təsiri ilə əvvəlki vəziyyətinə qayıdır. Bu halda onun potensial enerjisi dəyişmir. Yəni, cismin dayanıqlı tarazlıq vəziyyətində olduğunu o zaman müəyyən etmək olar ki, lap əvvəlki biz konus məsələsinə qayıtsaq, indi konusdan da başqa misal göstərərəm, daha da aydın olar sizə. Bu konusu əgər mən tarazlıq vəziyyətindən az qədər çıxartmış olsam, konus yenidən öz əvvəlki vəziyyətinə qayıdacaq. Demək ki, bu cisim tarazlıq vəziyyətindədir. Baxın, tutaq ki, növbəti bir məsələ desəm mən sizə, misal olaraq, hansısa bir düzbucaqlı formalı fiqurdur. Mən bu düzbucaqlı formalı fiquru az qədər hərəkət etdirsəm, yəni az qədər tarazlıq vəziyyətindən çıxartsam, yəni hansısa bir qüvvə tətbiq etsəm, bunun ağırlıq mərkəzi yenə də səthə yaxın olduğuna görə bu cisim yenidən öz əvvəlki vəziyyətinə qayıdacaq. Yəni belə deyək, mən bu cismi az qədər qüvvə tətbiq etməklə hərəkət etdirsəm, əlimi buraxdıqdan sonra bu cisim nə edəcək? Yenidən öz əvvəlki vəziyyətinə qayıdacaq. Demək ki, bu cisim dayanıqlı tarazlıq vəziyyətindədir. Yəni, dayanıqlı tarazlıq vəziyyətində olan cisim az qədər yerdəyişmə etsən belə, sən qüvvəni çəkdikdən sonra öz əvvəlki vəziyyətinə qayıdırsa, demək ki, o dayanıqlı tarazlıq vəziyyətindədir. Yəni, potensial enerjisi dəyişmir. Belə uşaqlar, ümid edirəm ki, bütün tapşırıqların izahı sizə aydın olmuş oldu. Yenə də hər zaman dediyimiz kimi, öz gələcəyinizin mimarı uşaqlar, siz özünüzsünüz. Bu gələcəyi necə inşa etmək sizin əlinizdədir. Odur ki, gələcəyimizi gözəl inşa etmək üçün gələn görüşlərə dək. Sağ olun uşaqlar.